Görürsünüz, heç nə yoxdur. Yoxdur da. Daha gülmək nə üçün? Dilimizin gözəlliyi onun sözlərindədir. Amma bəzi gözəl ümumiləşdirək sözlər var ki, onları gündəlik həyatımızda istifadə etmirik. Məsələn, mərhaba, səadət, bəxtiyar, şükran, canan kimi sözlər çoxumuz üçün yad səslənməyə başlayıb. Halbuki bu sözlər dilimizin ahəngini, zənginliyini göstərən ən incə nümunələrdir. Ulduz ne güzel kızdır hey, Möhsün ne güzel oğlandır. Möhsün, gelecek yarın ulduz kimi canandır. Bəs görəsən nə üçün bu sözləri gündəlik danışığımızda istifadə etmirik? Bu sualımızı cavablandırması üçün üzümüzü filologiya üzrə fəlsəfə doktoru Dürdanə Rəhimzadəyə tuturuq. Ümumiləşdirək sözlərin gündəlik danışıq dilindən çıxmasının əsas səbəbi bədii ədəbiyyata az müraciət olunmasıdır. Gənc nəsil tərəfindən olunur. Bu əsasən çünki yaşlı nəsil ümumiləşdirək sözləri işlədir. Gənc nəsil isə ədəbiyyatdan xeyli müddətdir ki, uzaq düşüb, bədii ədəbiyyat oxuyan azdır və elə olan halda həmin sözlər orada əsasən işlədilir. Gənc nəsil sözləri hardan götürür? Sosial şəbəkələrdən. Sosial şəbəkələrində hansı sözləri təqdim etməsini hamımız çox gözəl bilirik. Azərbaycan dilinin zənginliyini məhz bu sözlər göstərir. Görəsən gənclər necə edə bilərlər ki, bu sözlər yenidən gündəlik danışığımızda yaşasın? Bir daha bunu vurğulayaraq deyirəm ki, yalnız və yalnız bədii ədəbiyyat və bədii ədəbiyyatı oxumağın da yolu var, təhəri var. Əgər biz oxuyub keçiriksə, bu sözlərə rast gəldiksə də, yenə bunlar bizim pasiv söz ehtiyatımıza yığılacaq. Amma biz bunları qeyd eləyib, özümüz üçün siyahı tutub, gündəlik dilimizdə bunlardan istifadə eləməyə çalışsaq, bu bizim söz ehtiyatımıza və aktiv söz ehtiyatımıza daxil olacaq. Dürdanə xanımın da qeyd etdiyi kimi, bu sözlər yaşadılmasa, zamanla yaddaşlardan silinə bilər. Bəs yaddaşlardan silinən sözlərin hər biri dilimizi kasıblaşdırarmı? Bəli, bu cür sözlərin unudulması dilimizin kasıblığına gətirmir, amma dilimizi kasıb adlandırmağa səbəb ola bilər. Çünki bu sözlər itmir, bu sözlər bədii ədəbiyyatda var, bu sözlərin əksəriyyəti lüğətlərimizdə var. Məsələ burasındadır ki, aktiv olan bugünkü müasir orfoqrafiya lüğətindən belə istifadə etmə minimum dərəcəsindədir. Ona görə orada hansı söz var, hansı yoxdur, əksər insanlar bunu bilmirlər. Dilimizin hər sözü bir sərvətdir. Onlardan imtina etdikcə sərvətimizi itirmiş oluruq. Gəlin, gündəlik danışığımızda bir az da olsa nə gözəl sözlər varsa onlara yer ayıraq. Çünki dilimizi